3 sot torpaq sahəsində mərkəzi yolun kənarında kubcalı 2 mərtəbə 5 otaq həyət evi satılır. Mərtəbə arası monolit betonlu, qarşısında 2 eyvanı var, sənəd həm evin, həm torpağın kubçasıdır. Ətrafı da yaşayışdır. Qeyd etdiyim kimi mərkəzi yolun kənarındadır. Yerləşmə yeri Maçdağa Nardaran yolunun üstüdür. 293 saylı məktəb, 1 saylı internat məktəbi və Karvanşahlıq evinə yaxın məsafədədir. Dəhliz yer istipoldur. Sağ tərəfdə mətbəx yerləşir. Pəncərəsi həyətə baxır. Sağda bir otaq. Bu yataq otağından da evin arxa hissəsinə keçid mümkündür. Marşrut evin yanından keçir. Və burada hamam və sanitar qovşaq ikisi birlikdə yeri istipoldur. Tavanı asma tavandır. Qonaq otağı. Evin qiyməti 154 min manat, sənəd kubcadır. İkinci mərtəbənin dəhlizi, dəhlizdən otaqlara paylanılır. Hamam və sanitar qovşaq ikisi birlikdə. Yataq otağı. Daxilində də qardırobu var. İkinci otaq və üçüncü otaq. Bu qapıdan da eyvana çıxış var. Ev mərkəzi yolun kənarında yerləşir, qiymət 154 min manat.